Salam hörmətli səyyah tamaşaçıları. Yəqin ki, artıq səyyahın yeni səyahətləri üçün hər biriniz darıxmısınız. Bu səbəbdən də biz sizin diqqətinizə bir şey də çatdırım ki, artıq kanalımız daha geniş əhatə dairəsinə malikdir və Cənub bölgəsi ilə yanaşı, həm də mərkəzi Əran bölgəsində olan rayonları əhatə eləyir. Və bu səbəbdən də biz səyahətimizi daha uzaq məsafələrə getməyə qərar almışıq və bugün Ələt-Astara magistralının 94-cü kilometrliyində yerləşən bir şəhər var. Bu şəhər Cəlilabad rayonunun ən böyük yaşayış mərkəzidir. İndi biz bu şəhəri sizə təqdim eləyəcəyik. Bu şəhərin adı Göytəpədir. Ələt-Astara magistralının 94-cü kilometrliyində yerləşən bir şəhər var. Bu şəhərin adı 1967-ci ildə şəhər statusu verilir. Hal-hazırda şəhərin Cəlilabad kartofu artıq bu brend olaraq xarici bazarda çoxdan öz yerini tutub. Burada deməli kartoflar artıq yeməklərə görə dəyişir. Göytəpə şəhərində bildiyiniz kimi 3 məktəb var. Bu 3 məktəbdən birinə burada səyyahın imtahanını keçirdəcəyik. Əvvəlcə gəlin müəlliməmizdən icazə alaq ki, bu imtahanı keçirtməyə. Göytəpə şəhərində gəzərkən çox maraqlı bir abidəyə rast gəldik. Və bugün Göytəpə şəhərində çox maraqlı bir hadisə ilə qarşılaşmışıq. Buna baxmayaraq, bu gün də zəmidə işləyən yerli bir fermer qardaşımızla tanış olmağa qərar aldıq. Göytəpə şəhərinin girişində bizi Göytəpə belə deyək, şəhərinin icra nümayəndəsi qarşılayır. Salam əleykum. Hoş gəldiniz. Zəhmət olmasa tamaşaçılarımıza özünüzü təqdim eləyin. Eldar Ağayev, Cəlilabad rayon Göytəpə şəhər İnzibati ərazi dairəsinin nümayəndəsi. Eldar müəllim, necəsiz? Əhval-ruhiyyəniz necədir? Çox sağ olun. Siz necəsiz? Çox sağ olun. Biz həmişə bu yolu keçirdik və bu yolun kənarında sizin şəhəri görürdük. Necə deyərlər, yol böyük mədəniyyətdir və yol kənarında olan belə deyək də sivilizasiya məskənləri isə çox belə daha tez inkişaf eləmiş olur. Çünki yol kənarında o yoldan keçənlərin adil ticarətindən belə deyək də müəyyən qədər şəhərin inkişafı üçün də faydalı işlər görmək mümkündür. Bugün biz istəyirik ki, ilk olaraq siz bizə Göytəpə şəhərinin ərazisi, əhalisi və bu tipli informasiyalar, yəni Göytəpəni tanımayan insanlar üçün ilkin lazım olan informasiyaları deyəsiniz. Aydındır. Biz hal-hazırda Göytəpə şəhərinin şimal hissəsində, şəhərin girişində dayanmışıq. Göstərici də orada yazılı verilib. Göytəpə şəhəri əvvəllər Prişib adlandırılıb. Azərbaycan Respublikası digər SNG dövlətləri kimi müstəqilliyini əldə etdikdən sonra ölkədə milliləşmə getdi və adı Göytəpənin, yəni keçmiş Prişibin adını milliləşdirərək 1992 ildə Göytəpə adı adlandırıldı. Hal-hazırda Göytəpə şəhərinin 13 min... Üzrüstəm, şəhər statusu nə vaxt alır? Göytəpə şəhəri status alıb 1967-ci ildə. Əvvəllər kənd olub, sonra qəsəbə tipli şəhər 1967-ci ildə şəhər statusu verilir. Hal-hazırda şəhərin 13.500 nəfər, 500-dən çox əhalisi var. Ərazisi 2500 hektardan biraz artıqdır. Neçə məktəb var şəhər? Şəhərin ərazisində hal-hazırda deməli 3 məktəb, 2 orta məktəb, 1 əsas məktəb, 1 texniki peşə litseyi, mərkəzi xəstəxana, uşaq xəstəxanası, digər dövlət strukturları hal-hazırda fəaliyyət göstərirlər. Və irilik xırdalı, kiçik, iri sahibkarlarımız da fəaliyyət göstərir. Çox gözəl. Mən bir şeyi də soruşmaq istəyirəm. Bu Göytəpəlilərin belə deyək də əsas məşğuliyyəti nədən ibarətdir? Əsas nə ilə məşğuldurlar? Bu hamımız bilirik ki, bu Cənub zonasında olan rayonlarda hamısı kənd rayonları sayılır. Aqrar rayonlar sayılır və bugün də Göytəpənin ərazisində də ancaq kənd təsərrüfatı məhsulları istehsal olunur. Xüsusən kartofçuluq və taxılçılıq. Mən sizə bir rəqəmi deyim, bugün deyə hər il Göytəpədə
bəlkə 100 minlərlə ton kartof istehsal olunur. O həm bizim daxili bazarlarımızda, həm də öz bazarımızda ixrac edirik digər ölkələrə, əsasən SNG ölkələrinə. Bu da Göytəpəlilərin necə zəhmətkeş və Azərbaycanın belə deyək də büdcəsinin nə qədər xeyir verdiklərinin belə deyək də bir nümunəsi idi. Biz çox sevinirik. Beləliklə hörmətli tamaşaçılar, yerinizdə rahat oturun, qabağınıza bir qəşəng çay qoyun. Birazdan biz sizinlə birlikdə Göytəpə şəhərini gəzməyə davam edəcəyik. Gördüyünüz kimi biz Göytəpə ərazisindəki kartof əkilən sahələri gəzirik və buradakı uçsuz-bucaqsız sahələr həddindən artıq münbit torpağı ilə fərqlənir. Gördüyünüz kimi qara rəngdə olan torpaqlarda bitən kənd təsərrüfatı məhsullarının daha belə deyək də keyfiyyətli və daha məqsədə uyğun olduğunu deyənlər var. Yəni belə deyək də Cəlilabad kartofu artıq bu brend olaraq xarici bazarda çoxdan öz yerini tutub. Və biz yol kənarında satıcılar görmüşük ki, hansı ki öz əkdikləri məhsulları belə deyək də toplayaraq cəmaata təqdim edilir. İndi onlardan biri ilə biz tanış olacağıq. Salam aleyküm qardaş. Necəsiniz? Adınız nədir sizin? Anardır. Anar bəy. Anar bəy, siz burada öz məhsullarınızı belə deyək də yoldan keçən bu insanlara, yəni bu yoldan istifadə edən belə deyək də sərnişinlərə təqdim edirsiniz. Burada məsəl üçün mən kartofları xüsusi olaraq vurğulamaq istəyirəm. Bunları özünüz əkirsiniz, daha düzdürmü? Bəli, bəli. Mən öyrənmək istəyirəm sizdən belə bir şey ki, bu kartofları nə qədər vaxtda becərirsiniz? Yəni bir kartofun belə deyək də, bu necə əkilir kartof ümumiyyətlə? Becəririk, çıxardırıq, burada da satırıq, rayon ərazisində satırıq, Rusiyaya da yollayırıq. Hə, Rusiyaya da yollayırsınız. Yəni həm yerli bazara, həm də Rusiya bazarına göndərirsiniz. Çox gözəl. Bu kartoflar, bu kartofun, məsəl üçün, bu kartofların, məsələn, birinin rəngi belə deyək də, qırmızımtıldır, digərin rəngi daha ağdır. Bunların fərqi varmı? Bəli, bu qırmızı toxumdur, insan ağıdır. Bunların dadına görə fərqi varmı? Dadında da fərqi var. Hansı daha dadlıdır bunun? Bu soğutmaya da gedir, bu amma soğutmaya... Hə, burada deməli, kartoflar artıq yeməklərə görə dəyişir, yəni. Siz artıq hətta soyutmaya bir kartof ala bilərsiniz, başqa yemək bişirməyə bu kartof ala bilərsiniz. Çox maraqlı informasiyadır, hesab edirəm, tamaşaçılarımızın da işinə yarayacaq. Burada soğanlar var, ondan sonra bunların hamısı burada bitişəndir, yoxsa yarısını hardansa hamısını özünüz becərsiniz burada. Çox gözəl. Valla, neçə verirsiniz kartofu kilosunu? Kartofun kilosu 30 qəpiyə. 30 qəpiyə. Aha. Deməli, bu topdan alanda tutaq ki, buradakı gördüyünüzün hamısını alsam, nə qədər endirim eləyərsən mənə? Olurdu. Endirimin yeri var mı aşağı? Çox sağ ol. Allah bazar versin. Teşekkür ederim Anar. Hörmətli tamaşaçılar, çox maraqlı bir söhbətimiz oldu. Gördüyünüz kimi, beləliklə biz Göytəpə ərazisinə daxil oluruq. Payızla bərabər artıq bu ərazini sizə tanıtmağa davam edirik. Qısa bir aradan sonra görüşəcəyik. Göytəpə şəhərində bildiyiniz kimi 3 məktəb var. O 3 məktəbdən birinə burada səyyahın imtahanını keçirdəcəyik. Əvvəlcə gəlin müəlliməmizdən icazə alaq ki, bu imtahanı keçirtməyə. Göytəpə şəhərində gəzərkən
çox maraqlı bir abidəyə rast gəldik. Və bugün Göytepe şəhərində çox maraqlı bir hadisə ilə qarşılaşmışıq. Buna baxmayaraq, bu gün də zəmidə işləyən yerli bir fermer qardaşımızla tanış olmağa qərar aldıq. Göytepe şəhərində bildiyiniz kimi 3 məktəb var. Bu 3 məktəbdən birinə biz gəldik və Göytepe şəhərində salam əleykum. Hoş geldiniz. Necəsiniz? Sağ olun. Zəhmət olmasa özünüzü təqdim eləyin. Göytepe şəhər bir sayılı orta məktəbin direktoru Cəfərov Bəxtiyar Həsrətoğlu. Aha, Bəxtiyar müəllim. Nə var, nə yox Bəxtiyar müəllim? Əhval-ruhiyyəniz necədir? Sağ olun. Mən deməli səyyah komandası olaraq biz hər kəndi tanıtmağa gələndə o kəndin bir sinifinə giririk və oradakı tələbələrlə səyyahın imtahanını keçirdik. Amma bundan əvvəl mən öyrənmək istəyirəm ki, həm də sizin məktəbinizin haqqında bəzi informasiyaları. Mən öyrənmək istəyirəm, sizin məktəbdə neçə dənə məktəbli var və neçə müəllim var və neçə növbədə dərs keçirsiniz? 1478 şagirdi var. Onların təlim tərbiyəsi ilə 131 müəllim məşğul olur. 2 növbəli məktəbdir. Birinci növbə 48 uşaq sinif məşğul olur. İkinci növbədə 37 sinif məşğul olur. Çox gözəl. Bəxtiyar müəllim, bir şey də soruşum. Bu məktəbiniz belə hiss edilir ki, qədimi məktəbdir. Bu məktəb nə vaxt tikilir? 1958-ci ildə binövrəsi qoyulub, 1961-ci ildə ilk dəfə 11-ci sinif buraxılıb. Aha. Bir də bir şey soruşum. Ötən qəbul ilində sizin məktəbdən qəbul olan oldu mu ali təhsil? 12 nəfər ali məktəbə daxil olub. Gözəl. Ən yüksək bal 593, 578. Çox gözəl. 4 il bundan qabaq Prezident təqaüdünə Mikail Müşfiq Azərbaycan Dövlət Tibb Universitetinə daxil oldu. Çox gözəl. Mən bir şey də soruşmaq istəyirəm. Sizcə sizin tələbələriniz səyyahın imtahanından uğurla çıxa biləcək ya yox? İnşallah yaxşı çıxarlar. İnanırsınız yəni? Bəli, inanırım. Çox gözəl. Beləliklə qısa bir aradan sonra səyyahın imtahanında görüşəcəyik. Haydarin narin nanay, haydarin narin nanay, haydarin narin 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 nanay. Hörmətli tamaşaçılar, beləliklə biz Göytepe məktəbindəyik. Salam, əyləşin zəhmət olmasa. Və burada səyyahın imtahanını keçirdəcəyik. Əvvəlcə gəlin müəlliməmizdən icazə alaq ki, bu imtahanı keçirtməyə. Salam, zəhmət olmasa özü təqdim edin. Əmrahova Samira, Azərbaycan Dil Ədəbiyyat müəlliməsi. Samira müəllimə, mən icazə istəyirəm sizdən. Biz səyyah kollektivi olaraq bütün məktəbləri gəzirik və orada məktəblilərlə, belə deyək də, biz səyyahın imtahanını keçirdirik. Uşaqlarımıza bir yanıltma soruşacaq. Baxaq görək onlar onu cevablaya biləcəklərmi? İcazə verirsinizmi? Beləliklə, hörmətli tamaşaçılar, biz imtahanımıza başlayırıq və partaların arasında gəzərək gözümüzə bir nəfəri qıstırıb başlayacaq onu imtahana tutmağa. Beləliklə, özü təqdim elə. Əsmətov İsmail. İsmail. İsmail, sən bir yanıltma deyəcəm və sən onu təkrar eləyəcəksən. Aydındırmı? Diqqəti topla. Qatığı sarımsaqlasaq da mı saxlasaq, sarımsaqlamasaq da mı saxlasaq? Qatığı saxlasaq da mı sarımsaqlamasaq, saxlasaq da mı sarımsaq? Aydındır. Beləliklə, əyləş İsmail. Bir də baxaq görək, bir də biz xanımlardan birini danışdıraq. Baxaq görək bu kim olacaq. Buyur qızım. Qalx, özü təqdim edə tamaşaçılarımıza. Qurbanova Güney. Güney xanım. Güney xanım, təkrar edə biləcəksənmi? Diqqətlə fikrini topla. Buyur. Qatığı sarımsaqlasaq da mı saxlasaq, sarımsaqlamasaq da mı saxlasaq? Qatığı sarımsaqlamasaq mı sarımsaq? Vay. Hələlik alınmır. Məktəblilərimiz də davam eləyək. Burada bir igid oğlan görüm. Qalx görüm. Özü təqdim elə. Nəzərov Kamran. Kamran. Kamran, sən inanırsan bu yanıltmacı deyəcəksən? Bəli. Aha, dəqiq inanırsan? Buyur. Qatığı sarımsaqlasaq da mı saxlasaq, sarımsaqlamasaq da mı saxlasaq? Qatığı sarımsaq da saxlamasaq, sarımsağa... Vay. Baxaq, burada bir qəşəng oğlan var. Buyur. Təqdim elə özü. Kərimov Cahandar. Cahandar ağa. Baxmısan o filmə? Aha, əla. Deməli, sən inanırsan da Cahandar ağa kimi hər şeyin öhdəsindən gələcəksən. Hə? Beləliklə başlayaq. Qatığı sarımsaqlasaq da mı saxlasaq, sarımsaqlamasaq da mı saxlasaq? Qatığı sarımsaqlasaq da sarımsaqlasaq da saxlayaq, sarımlamasaq da saxlayaq. Nə, Cahandar. Məncə sən biraz məşq elə. Beləliklə biz davam eləyirik imtahanımıza. Baxaq görək
bizim tələbələrdən hansı və hansı hədiyyə sahibi olacaq, səyyahın əlindən öz hədiyyəsini alacaq. Buyur, bax qızı təqdim elə. İsəzədə Zeynəb. Zeynəb xanım. Zeynəb xanım, sən inanırsanmı deyə biləcəksən? Səmimi deyən uşaq. Belə də Biraz inanıram, biraz inanmıram. Ya təcrübə eləyək, baxa görə alınırmı? Qatığı sarımsaqlasaq da mı saxlasaq, sarımsaqlamasaq da mı saxlasaq? qatığı sarımsaqlamasaq da saxlasaq, sarımsaqlamasaq da saxlasaq. Yox, alınmadı. Davam eləyirik. Bax, burada birinci partada cəsarətli bir oğlan var. Gəlin ondan sınayaq. Buyur, özü təqdim elə. Heydər Varaz. Heydər Varaz. Araz bəy. Araz. Bəli. Buyur. Qatığı sarımsaqlasaq da mı saxlasaq, sarımsaqlamasaq da mı saxlasaq? Qatığı sarımsaqlamasaq da saxlasaq, sarımsaqlamasaq da saxlasaq. Qatığı sarımsaqlasaq da mı saxlasaq, sarımsaqlamasaq da mı saxlasaq? Qatığı sarımsaqlasaq da saxla. Yay. Mən təəssüf eləyirəm. Başqa özünə inanan varmı? Kim deyə biləcək? Gəl bir təcrübə aparaq, baxaq. Adınız Şirməməzova Səbinə. Səbinə xanım. Hazırsınız? Qatığı sarımsaqlasaq da mı saxlasaq, sarımsaqlamasaq da mı saxlasaq? Qatığı sarımsaqlasaq da mı saxlasaq, sarımsaqlamasaq da mı saxlasaq? Və alqış. Gəlin alqışlayaq onu və o səyyahın əlindən axır ki, hədiyyəsini alacaq və beləliklə ilk hədiyyəmizi alqışlarla qızımıza təqdim edirik. Beləliklə, hörmətli tamaşaçılar, səyyahın imtahanında Göytəpə məktəbində qalibimiz Səbinə xanımı idi. Beləliklə, imtahanımız bitdi və səyahətimizə davam edirik. Qısa bir aradan sonra görüşəcəyik. Göytəpə şəhərində gəzərkən çox maraqlı bir abidəyə rast gəldik. Və bugün Göytəpə şəhərində çox maraqlı bir hadisə ilə qarşılaşmışıq. Buna baxmayaraq, bugün də zəmidə işləyən yerli bir fermer qardaşımızla tanış olmağa qərar aldıq. Beləliklə, hörmətli tamaşaçılar, biz Cəlilabad rayonunun ərazisində yerləşən Göytəpə şəhərindəyik və Göytəpə şəhərində gəzərkən çox maraqlı bir abidəyə rast gəldik və kəndin ağsaqqallarından biri ilə bu abidə haqqında bizə informasiya verməsini istədik və ondan tanış olmağa qərar aldıq. Salam əleykum. Zəhmət olmasa özünüzü tamaşaçılarımıza təqdim edin. Xoş gördük. Buyurun özünüzü təqdim edin tamaşaçılarımıza. İskəndər müəllimdir adım, familiyam Məmmədovdur, atamın adı Ələskərdir. 68 ildir müəllimlik eləyirəm. Çox gözəl İskəndər. Müəllim, mənim sizə ilk sualım necə olacaqdır? Mən öyrənmək istəyirəm Göytəpə şəhərinin ümumiyyətlə yaranma tarixi və adının bax bu formaya gəlib çatma mərhələləri necə olub? Əvvəl adı necə olub, sonra necə olub? Bax bu yaranma tarixi və adın formalaşma tarixindən danışaq biraz. Əvvəla bizim bu Göytəpə şəhəri Rus-İran müharibəsi dövründən sonra yaranıb. Gülüstan sülhü müqaviləsi bağlanıb İranla Rusiya arasında. Sonra ikinci müqavilədə bağlanıb 28-ci ildə Türkmənçay kəndində. Beləliklə Ruslar o illərdən sonra bura sərhəd boyudur. Sərhəd boyunda yerləşiblər. Özdə bura gələn Ruslar əsasən Volqa boyundan gəliblər. Elə bu şəhərin
En qədim adı Prişib olub. O vaxtı Rusiyada Volga boyu sahilində yerləşən biraz böyük, nisbətən böyük şəhərlərdə nəysə deyilənə görə Çara qarşı biraz narazılıq olur. Çarın sərəncamı ilə O adamlar biraz sürgün oldu. Sərəncamı ilə Vışıbnut olublar, Vışıbaç sözündən. İndi hal-hazır ki, adı Göytəpədir. Bunun adının Göytəpə olmasının da əsas səbəbi odur ki, bu Prişibin ətrafı 5-6 Göytəpədən ibarətdir. Şəhər əsas 2 hissəyə ayrılır. Şəhərin ortasından Göytəpə ilə çayın da adı Göytəpədir. Göytəpə çayı axıb keçir. Qava o çayın o üzü Malakanlar yaşadıklarına görə Malakan tərəf deyirdilər. Çayın bu üzü isə Xaxollar, bunlar da xristiyandılar da. Bu tərəfi Xaxollar yaşayan tərəf hesab olunurdu. Böyle çay, əsas çay bölür bu. Çox gözəl İndi bax, o Ruslardan burada qalan var mı hal-hazırda yaşayan? Var. Çoxdur mu burada? Çox da olmasa var. İskəndər müəllim, biz hal-hazırda belə deyək də, mən biləni Göytəpə şəhərində bir neçə tarixi abidələr var, düzdürmü? Bəli. Bu neçə dənə təxmin tarixi abidəsi var burada? Prişibin ən belə məşhur tarixi abidəsi bizim yanında dayandığımız, söhbət elədiyimiz bu kilsədir. Xaxol məbədgahıdır bura. Kilsələri. Bura hətta bir zaman Atrədin də olub. Siz demişdiniz, bayaq bir söhbətimizdə də deyəsən belə bir söhbət oldu ki, burada hansısa bir, belə deyək, Rus kinematografları bu müharibə ilə, Böyük Vətən müharibəsi ilə bağlı hər hansı bir filmin çəkilişlərini də burada eləyiblər, hətta dediniz belə bir şey. Eləyiblər, hə. O hadisə yadınızdadır mı? Özünüz görübsünüz, yoxsa eşitmişsiniz? Mən görməmişəm. Amma cəmaət arasında bu söhbət gedir. Yəni müharibə dövründə olan bir filmdə müəyyən kadrlar burada çəkilir. Çox maraqlı fakt idi. Çox sağ olun İskəndər müəllim. Çox maraqlı informasiyaları aldıq sizdən. Hörmətli tamaşaçılar, belə Göytəpə şəhərindəki səyahətimiz davam eləyir. Qısa bir aradan sonra görüşəcəyik. Haydarin narin nanay, haydarin narin nanay, haydarin narin 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 nanay. Dost diye nicesine sarıldım. Dost diye nicesine sarıldım. Benim sadık yarim kara topraktır. Beyhude yoruldum, boşa dolandım. Benim sadık yarim kara topraktır, kara topraktır. Benim sadık yarim kara topraktır, kara topraktır. Karnım yardım kazma kazma ile beliyle. Karnım yardım kazma kazma ile beliyle. Yüzün yırttım tırnak ile eliyle. Yine karşıladı beni deste gül ile. Benim sadık yarim kara topraktır, kara topraktır. Göytəpə şəhəri çox maraqlı bir şəhərdir. Belə ki,
Burada insanlar çox maraqlıdır. Onlar bizi gördükcə inandırım, bizi tanıdıqca, səyyah deyə salamladıqca bu bizi çox sevindirir. Və mən səyyah tamaşaçılarına demək istəyirəm ki, bizim maraqlı səyahətlərimiz hələ davam eləyəcək bütün bu belə deyək də kəndlərimizə. Və bugün Göytəpə şəhərində çox maraqlı bir hadisə ilə qarşılaşmışıq. Yerli, yəni bu şəhərin sakinlərindən çox belə deyək də uzun ömürlülüyü ilə artıq şəhərdə məşhurlaşmış bir nənənin yanına gedəcəyik. Birazdan biz ondan tanış olacağıq və ondan bəlkə də bütün insanlığın indiyə qədər maraqlandığı bir suala cavab almağa çalışacağıq ki, necə eləyək ki, ömrümüz uzansın, necə eləyək ki, necə deyərlər, bu həyatı daha çox yaşayaq. Hər halda bunun sirrini bir azdan biz nənəmizin, uzun ömürlü nənənin özündən öyrənəcəyik. Qısa bir aradan sonra görüşəcəyik. Haydarin narin narin narinanay. Bədiş nənənin əlbəttə ki, yaşından yaranmış bəzi səs eşitməklə bağlı problemləri var. Zəhmət olmasa özü təqdim edin. Siz nənəmizin... Mənim nənəmdir. Sizin nənənizdir. Adınız nədir sizin? Tağıyev Əmin ağadır mən. Əmin ağa. Nənəmizin neçə yaşı var? Nənəmin 130 yaşı var, artıq 131-ə qədəm qoyur. Allah can sağlıq versin. Əvvəl belə deyək də, indi nənəmiz əvvəllər necə olub bu, siz bir onun nəvəsi olaraq, necə olub ki, bax bu yaşa qədər nə yeyib, nə içib, tamaşaçılarımıza çox maraqlıdır. Nənəm, bunlar Leyrik rayonunda olublar, Leyrik rayonunda, orada doğulub, orada boya başa satıb. Leyrik rayonun Soruz Çay kəndində. 1970-ci illərə qədər orada yaşayır. Neçədə doğulub? Doğulmağa 1878-ci ildə doğum. Peşəsi olubmu? Bəli, onun çox gözəl peşələri olub, toxuculuqla məşğul olub. Xalça toxuyub. Xalça da toxuyub. Ən əsas onun sənəti yun əyirmək olub. Bir də o yunu daraq vururlar. O olub, əsas sənətləri bu olub. Bəs nə yeyib, nə içib, siz indi onun yanında olub? O təbii, yəni mal-qaranın məhsulları ilə qidalanır. Bir də ağartı məhsulları. Ağartı məhsulları, qatıqdır, pendirdir, belə şeylərlə. Bir də yediyi şey... Yəni dediyiniz kimi ağartı məhsullarından daha çox istifadə. Bir də dağ suyu içib bu. Dağ suyu. Bizə çox maraqlıdır, sözün əsl mənasında, yəni belə bir uzun ömürlü nənəmizlə tanış olmaq, hörmətli tamaşaçılar. Hesab edirəm ki, sizin üçün də çox maraqlı oldu. Haydarin narin narin narinanay. Hörmətli tamaşaçılar, Göytəpə şəhərindəki səyahətimiz o qədər maraqlıdır ki, vaxtın necə keçdiyini hiss eləmədik. Artıq qış mövsümünə keçdiyimiz üçün günlərimiz də biraz qısaldığını üçün gün daha tez düşür və biz də hesabımızı götürmüşdük ki, gün uzun olacaq və əməlli başlı bunları göstərəcək, amma heyfli günəş bizi haqladı və necə deyirlər, artıq axşam düşdü və buna baxmayaraq bu gün də zəmidə işləyən yerli bir fermer qardaşımızla tanış olmağa qərar aldıq. Salam aleyküm. Necəsiz? Sağ olun. Zəhmət olmasa özünüzü tamaşaçılarımıza təqdim edin. Yahya Ramiz Musoğlu. Ramiz bəy. Ramiz bəy, biz eşitmişik ki, siz çox zəhmətkeş adamsınız və torpağa bağlı insanlara şəxsən bizim çox hörmətimiz var. Çünki bugün Azərbaycanın bu bölgəsi sırf aqrar sektor olduğu üçün sizin kimi əməyi sevən və torpaqdan öz çörəyini qazanan insanlara çox böyük ehtiyac var. Siz hansı sahədə işləyirsiniz və belə deyək də kənd təsərrüfatının hansı sahəsi ilə məşğulsunuz? Kənd təsərrüfatının kartof əkini ilə məşğulam. 10 hektar kartof sahəm var. Bəli. Bundan başqa qarğıdalı əkirəm. Kaçqa çıxandan sonra onu çevirəm, qarğıdalı əkirəm. Qarğıdalı sahəsilə də məşğulam. Bu tərəvəzlərin əkinin də sizin nə kimi problemləriniz oldu? Məsəl üçün, kartofu ümumiyyətlə, kartof haqqında biraz danışaq. Mən bilmədiyim bu sayədə çox şeylər var. Bu kartofu necə əkirsiniz? Toxumu mu var, yoxsa nətəri? Toxumu biz Rusiyadan gətiririk. Toxum olur. Bəli, əvvəl toxum olur. Sonra onun yerini biz hazırlayırıq.
şumun vurdururuq, birinci şum, ikinci şum vurdururuq. Sonra O birinci şumla ikinci şumun nətəri? Onu biz yəni bilməyənlər o qədər başqa işlərlə məşğul olan birinci şumu biz vurduruq, avqust ayında vurdururuq. İyul ayı, avqust ayı birinci şum vurduruq. İkinci şumda vurduruq oktyabr ayında. Şum deyəndə yəni traktor, gördüyümüz bu şəkildə yerdən arxlar belə deyək də açır. Yox, ikinci şum vurdurandan sonra, ondan sonra axlar açılır. Yəni yeri sadəcə şumluyur, ondan sonra arxlar açılır, suvarmaq üçün. Bəli. Deməli, ora toxumları əkirik, əllə əkirsiniz onları. Bəli, biz atla da əkirik, onu əllə əkirik, əllə düzürlər, atla əkirik biz onu. Aha, əkirsiniz. Ondan sonra onu suvarmaq tez-tez lazımdır kartofu, yoxsa? Baxır havadan, ildən asılıdır, hava nətər olur ya, quraqlıq keçəndə bəli, hər bir həftədən bir suvarırıq biz. Bir həftə keçir. Hava quraqlıq olanda bir həftədən bir suvarmaq. Bəli, suvarmaq lazımdır, bəli. Ondan sonra? Torpağı götürürük, nəmliyi yoxlayırıq, görürük nəmliyi azı, su veririk. Aha, aydındır. Bəs kartof neçə çeşid burada kartof əkilir? Neçə növ? Burada 3 növ karışqa əkilir. Udaçı karışqasıdır, razara sortudur, qırmızı kartof. Bir də Siniglaz deyirlər Rusiyada ona, qırmızı göz. Bizdə də qırmızı göz kartof, Neviski sort. O karışqaları əkilir. Bunların arasındakı fərq nədir? Heç bir fərq yoxdur. Məsələn, qırmızı karışqa bazara, məsələn, Rusiyanın Sibir zonalara qırmızı karışqa istəyirlər. Biz xaricə çıxırdıq. Yəni bazara görə, xarici bazara görə artıq siz onların sifarişinə görə kartof. Bəs bir kartof üzrə belə deyək də bir peşəkar insan kimi. Özünüz kartof yeməklərini xoşlayırsınız. Bəli, xoşlayıram. Siz indi bizim tamaşaçılarımıza bir məsləhət verin. Bizim maraqlı da, bizim səyyah tamaşaçılar hamımızınki özümüzünkilər baxır da. Yəni özümüzünkilərə bir məsləhət verək ki, hansı kartofu almaqları məsləhətdir ki, məsələn, kartofu baxanda hansı cəhətlərinə görə o kartofu alsınlar və yeyək. Hansı kartof daha dadlı? Ən dadlı kartof qırmızı kartofdur, biz razaraki deyirik. O çox dadlı kartofdur. Olmayan yerdə məsələn, ondan olmayanda Gədəbəy sortu deyirlər. Bizdə o Gədəbəy deyiminədir, bizdə olmur. Udaçı sortu dadlı kartof olur. Amma ən yaxşısı o dediyiniz razaradır, qırmızı kartofdur, bəli. İnsan çox xeyri çox. Bunu yadınızda saxlayın, hörmətli tamaşaçılar. Bazara gedəndə razara kartofu, qırmızı kartofu istəyin. Mən Ramiz bəy, sizə belə deyək də, Allahdan arzu edirəm ki, bu sizin sahənizin bərəkəti birə 100 artsın. Sağ olun. İnşallah sizin kimi belə zəhmət sevər, yəni iş görən, işgüzar insanlara həqiqətən bizim xalqın ehtiyacı var. Azərbaycan, bilirsiniz, dünyada bu saat ərzaq böhranı da var. Sırf kənd təsərrüfatına ehtiyac bu gün həddindən artıq çoxalır. Və biz də aqrar ölkə olaraq ən belə deyək də, əsas sahələrimizdən biri qeyri-neft sektorunu, yəni kənd təsərrüfatı da buna daxildir, bunun artma. Mən hesab edirəm ki, dövlətimizin qayğısını siz hiss eləyəcəksiniz bu sayədə. Çünki mən bilirəm ki, dövlət proqramında nəzərə tutulub aqrar sektora və kənd təsərrüfatı sahəsinə aid böyük layihələr gözlənir. Mən ümidvaram ki, bir gün eşidəcəksiniz ki, sizin bütün problemləriniz həll olunur və inşallah bu arzu ilə mən sizdən ayrılıram. Belələ, hörmətli tamaşaçılar, bu bölgənin bizim televiziyanı əhatə elədiyi ərazilərin digər gözəl məkanlarında görüşmə ümidi ilə Allaha əmanət olun. Biz yenə gələcəyik, görüşərik. Sağ olun. Haydarinna, rinna, 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 nay.